Bugünkü səfərimiz olduqca soyuq, izlədikcə üşüyəcəyiniz, amma bir yandan da ruhunuzu isidəcək Skandinaviya ölkəsinədir. Bura elə bir yerdir ki, insanlar stressdən uzaq və xoşbəxt, sakit həyat sürür. Bir-birinə olan güvənləri isə sarsılmazdır. Söylədiklərim sizi nağıllar aləminə apara bilər, amma bura nağıllar aləmi deyil, bura Finlandiyadır. Finlandiya bu il Birləşmiş Millətlər Təşkilatının Xoşbəxtlik İndeksi hesabatında 8-ci dəfədir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir. Bəs niyə məhz Finlandiya? BMT bu siyahını hazırlayarkən insanların gəlir səviyyəsi, sosial dəstək, uzunömürlülük, alıcılıq qabiliyyəti, bərabərlik və insanların həyatdan məmnunluğu kimi amilləri nəzərə alır. Finlandiya isə bu meyarlarda illərdir ki, ardıcıl olaraq ən yüksək nəticəni göstərir. Amma xoşbəxtlik sadəcə rəqəmlərlə ölçülmür. Finlandiyanın gizli sirri onun həyat tərzindədir. Skandinaviyada, Avropanın şimalında olduqca soyuq iqlimdə yerləşməsinə baxmayaraq, Finlandiya sayı hesabı olmayan gölləri, uçsuz-bucaqsız meşələri və tərtəmiz havası ilə möhtəşəm təbiətə malikdir. Min göllər ölkəsi adlandırılması təsadüfi deyil. Ölkədə 180 mindən çox göl mövcuddur. Adaların sayı isə 70 mindən çoxdur. Ərazisinin 80% meşələrlə örtülüdür. Və Finlandiya xalqı təbiətin bütün imkanlarından faydalana, yürüyüşə çıxa və kamp qura bilər. Çünki hökumət ölkənin təbii imkanlarını sərhədləmir və insanların rahat şəkildə bu imkanlardan istifadəsinə imkan yaradır. Əlbəttə, burada ən önəmli məsələ Finlandiyanın öz xalqına olan sonsuz güvənidir. Çünki finlər olduqca mədəni, ətraf aləmə dəyər verən insanlardır. Bu inkişaf onların aldığı yüksək təhsil hələ uşaq yaşlarından təbiətlə iç-içə böyüməsi və onu sevməsi ilə bağlıdır. Finlandiya xalqının əsas dəyərlərindən biri sisu adlanır. Bu söz güclü iradə, dözümlülük və çətinliklərə tab gətirmə bacarığı deməkdir. Finlilər asanlıqla ruhdan düşmürlər. Onlar həm də dürüst və güvənli insanlardır. Finlandiyada itən cüzdanın sahibinə qayıtması çox adi haldır. Cəmiyyət şəffaflıq və ədalət üzərində qurulub. Finlilər sadə həyat tərzinə üstünlük verir. Çox danışmağı sevmirlər. Amma bir finli ilə danışmağa başladığınızda onun nə qədər səmimi olduğunu görə bilərsiniz. Onlar təbiətdə gəzintini, göl kənarında istirahəti, saunada dincəlməyi həyatın ayrılmaz hissəsi sayırlar. Tənhalıq isə onlar üçün mənfi yox, əksinə rahatlıq mənbəyidir. Finlandiya gəlir bərabərliyi ilə dünyada nümunə göstərilən ölkələrdən biridir. Zənginlərlə orta təbəqə arasında çox böyük fərq yoxdur. Bunun əsas səbəblərindən biri ədalətli vergi sistemi və güclü sosial təminatdır. Yəni, yüksək gəlir qazanan insanlar daha çox vergi ödəyir və bu pullar təhsil, səhiyyə, işsizlik müavinətləri kimi xidmətlərə yönəldilir. Beləliklə, hər kəsin həyat keyfiyyəti yüksək səviyyədə qalır. Məsələn, Finlandiyada insanların böyük əksəriyyəti yaxşı təhsil ala bilir, sağlam tibbi xidmətlərdən yararlanır və iş tapmaqda dövlət dəstəyi görür. Buna görə də burada varlı ilə kasıb arasında uçurum çox azdır. Bu da həm cəmiyyətdə ədalət hissini gücləndirir, həm də insanların özlərini daha güvənli və xoşbəxt hiss etməsinə səbəb olur. Finlandiya Şimali Avropa ölkəsidir. Qərbdə İsveç, şimalda Norveç, şərqdə Rusiya ilə həmsərhəddir. Cənubda isə Fin körfəzi vasitəsilə Estoniya ilə dəniz sərhədinə malikdir. Paytaxtı Helsinki şəhəridir. Rəsmi adı isə Finlandiya Respublikasıdır. Ölkə parlamentli respublika ilə idarə olunur. Dövlət başçısı prezident, hökumət rəhbəri isə baş nazir sayılır. Finlandiya inzibati olaraq 19 bölgədən ibarətdir. 2025-ci ilin məlumatlarına görə əhalisi təxminən 5 milyon 630 min nəfərdir. Əhalinin 85% şəhərlərdə, digər hissəsi isə kəndlərdə yaşayır. Orta ömür müddəti 82-83 yaş arasında dəyişir. Əhali artımı çox zəifdir. Finlandiya əsasən finlilərdən ibarətdir. Kiçik azlıqlar arasında İsveç dilli finlər, Sami və Romanlar var. Rəsmi dillər Fin dili və İsveç dilidir. Din baxımından isə əhalinin böyük hissəsi Lüteran kilsəsinə bağlıdır. Kiçik bir qrup Finlandiya Pravoslav kilsəsinə mənsubdur. Həmçinin dini mənsubiyyətini göstərməyən insanların da sayı kifayət qədərdir.
Ölkə iqtisadiyyatı əsasən texnologiya, meşə sənayesi, xidmət sektoru və ixracata əsaslanır. Finlandiya həmçinin enerji və kənd təsərrüfatı sahələrində də güclüdür. Pul vahidi avrodur. Orta aylıq maaş təxminən 4000-4100 avro arasında dəyişir. Finlandiya əsrlər boyu həm İsveçin, həm də Rusiyanın təsiri altında qalıb. Orta əsrlərdən 1809-cu ilə qədər İsveçin tərkibində olan Finlandiya 1809-cu ildə baş verən müharibədən sonra Rusiyanın nəzarətinə keçir. Zamanla ruslaşdırma siyasətinin güclənməsi Finlərin milli oyanışına təkan verir. Finlandiya 1917-ci il 6 dekabr tarixində müstəqilliyini elan edib. Bugün Rusiya təhlükəsi və mümkün hərbi təhdidlərdən qorunmaq isə Finlandiyanın əsas məqsədlərindən birinə çevrildiyindən ölkədəki sığınacaqların sayı olduqca çoxdur. Bu sığınacaqlar partlayışdan, bina çökməsindən, radiasiyadan və zərərli kimyəvi maddələrdən qorunmaq üçün xüsusilə hazırlanıb. Finlandiyada qanunla tələb olunur ki, sığınacaqlar 72 saat ərzində istifadəyə hazır olmalıdır. Ölkədəki sığınacaqların sayı 50 mindən çoxdur və eyni anda 4 milyon insan yerləşdirilə bilər. Fin xalqı öz ölkələrini müstəqil dövlətə çevirmək üçün çox çətin günlərdən keçib. Soyuq iqlim, sərt təbii mühit, inkişafdan geri qalmış kəndlər, savadsızlıq və iqtisadi zəiflik. Bu prosesdə maarifçilik və milli şuurun rolu böyük olub. Ziyalılar, müəllimlər, inqilabi düşüncəyə malik insanlar xalqı oyatmaq, savadsızlığı aradan qaldırmaq üçün çalışıblar. Tədricən mədəniyyət, təhsil, hüquq və özünü idarə etmə sahələrində islahatlar həyata keçirilib. Fin xalqının savadsızlığı və yoxsulluğa qarşı bu əzmli mübarizəsi Qriqori Petrovun Ağ Zambaqlar ölkəsi adlı kitabında öz əksini tapıb. Ağ Zambaqlar ölkəsi Finlandiyanın bataqlıqlar ölkəsindən Ağ Zambaqlar ölkəsinə çevrilməsi ideyasını təsvir edir. Mustafa Kemal Atatürk bu kitabın Türkiyə məktəblərində, xüsusilə hərbi liseylərdə dərs vəsaiti kimi istifadə olunmasını əmr etmişdi. Bugün Finlandiyanın xoşbəxtlik siyahısında ilk yerlərdə olmasının ən əsas səbəblərindən biri də onun təhsil sistemidir. Bura dünyanın ən ədalətli, ən stressiz və eyni zamanda ən effektiv təhsil modellərindən birinə sahibdir. Finlandiyada uşaqların hamısı eyni imkanlara sahibdir. Hamı dövlət məktəblərində pulsuz və yüksək keyfiyyətli təhsil alır. Ev tapşırıqları çox azdır. Məqsəd onları stres altında saxlamaq deyil, öyrənməyə həvəs yaratmaqdır. Məsələn, məktəb günləri qısa olur, amma uşaqlar dərs zamanı daha çox praktik işlər, oyunlar və layihələrlə məşğul olurlar. Ölkədə müəllim olmaq çətindir. Müəllimlər yalnız ali təhsilli deyil, həm də xüsusi seçilmiş peşəkar insanlardır. Onlara çox böyük hörmətlə yanaşılır və maaşları da kifayət qədər yüksəkdir. Yəni müəllimlik burada nüfuzlu peşədir. Finlandiyada uşaqlar uzun illər ərzində böyük imtahan stresinə salınmır. Qiymətləndirmə daha çox şagirdin inkişafına yönəlir. Yəni müəllimlər hər bir uşağı fərdi olaraq izləyir və onun güclü tərəflərini üzə çıxarmağa çalışır. Finlandiyada məktəblər uşaqlara yalnız dərs keçmir, onlara düşünməyi, müstəqil qərar verməyi və həyatda xoşbəxt olmağı öyrədir. Əsas məqsəd yüksək bal toplamaq deyil, əsas olan yüksək dəyərlərə sahib xoşbəxt insan yetişdirməkdir. İndi isə gələk Finlandiyanın digər maraqlı xüsusiyyətlərinə. Şimali Finlandiyada yerləşən Laplandiya Santa Clausun vətəni sayılır. Burada Santa Clausun evi var və hər il minlərlə turist onunla görüşmək üçün yeni il ərəfəsində bura axışır. Laplandiyada eyni zamanda təbiətin ən gözəl möcüzələrindən biri sayılan Avroranı görmək də mümkündür. Bu bölgə maral sürüləri ilə də məşhurdur. Yerli Sami xalqı 100 illərdir maral çobanlığı ilə məşğul olur. Laplandiyanın yay fəslində isə günlərlə günəş tam batmır və hava gecələr də işıqlı olur. Finlilərin ən sevimli məşğuliyyətlərindən biri xizək sürməkdir. Bu sadəcə idman növü deyil, xalqın həyat tərzinin bir parçasıdır. Məktəblərdə belə xizək dərsləri keçirilir. Finlilər üçün saunanın nə qədər önəmli olduğunu qeyd etmişdim. Buradakı saunaların sayı 3 milyondan çoxdur. Bu o deməkdir ki, Finlandiya evlərinin demək olar ki, hamısında sauna var.
Bütün fin evlərində pianinoya da rast gələ bilərsiniz. Çünki Finlandiyada musiqi və incəsənət çox yüksək dəyərləndirilir. Finlandiya dünyada klassik musiqi ilə tanınır. Məşhur bəstəkar Jan Sibelius Fin xalqının milli qüruru sayılır və onun əsərləri hələ də ölkədə çox sevilir. Klassik musiqidən başqa Finlandiya həm də rock və metal musiqi sahəsində çox məşhurdur. Finlandiyada musiqi və incəsənətə maraq uşaqlıqdan yaradılır. Məktəblərdə musiqi dərslərinə xüsusi diqqət yetirilir. Dövlət də bu sahəni dəstəkləyir. Musiqi məktəbləri, teatrlar və muzeylər dövlət tərəfindən maliyyələşdirilir ki, hər kəs incəsənətdən bəhrələnə bilsin. Yəni, qısaca desək, Finlandiyada musiqi və incəsənət sadəcə hobbi deyil, həm də milli dəyər, cəmiyyətin ayrılmaz parçasıdır. Finlandiya qeyri-adi yarışları ilə də məşhurdur. Onlardan ən maraqlısı isə kişilərin həyat yoldaşlarını çiyinlərində daşıyaraq müxtəlif maneələri keçib finişə çatmağa çalışmasıdır. Qalib gələn cütlüyə isə qadının çəkisi qədər müxtəlif hədiyyələr verilir. Mobil telefonu ən uzağa atma yarışması, ağcaqanad tutma yarışması, göldə pivə içmə yarışması və rezin çəkmə atma yarışması bunlardan sadəcə bir neçəsidir. Bu yarışlar ilk baxışdan qəribə görünsə də, əslində həm insanların əylənməsi, həm də Finlandiyanın mədəniyyətini dünyaya tanıtması baxımından çox maraqlı ənənələrə çevrilib. Bu yarışların əsas məqsədi isə insanların əylənməsi, gündəlik sakit və göstərişsiz həyatlarına biraz həyəcan qatmaqdır. Finlandiya haqqında bildiyiniz digər maraqlı faktları rəylərdə yaza bilərsiniz. Növbəti videolardan xəbərdar olmaq üçün isə sizi abunə olmağa və bildirimləri açmağa dəvət edirəm. Hələlik.